Herkese salam YouTube kanalıma və növbəti vloquma xoş gəlmişsiniz qızlar. Bugün vloqu işdən açmışam, kafedramızdan, kabinetdən açmışam. Gəldim, çıxdım işə, yoldaşım məni qoydu, getdi. Deməli, bu həftə Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar olaraq biz növbələşmiş şəkildə işə gələcəyik qızlar. Həftənin birinci, ikinci günü mən olacağım işdə, üçüncü, dördüncü günü digər bir əməkdaşımız, beşinci günü isə başqa bir əməkdaşımız olacaq. Həftənin birinci günü idi, növbə mənim idi, gəldim, çıxdım işə, ilk iş işıqları yandırmaq, daha sonra otağı havalandırmaq olsun. Pəncərəni açdım, dünən dəhşət yağış yağmışdı bazar günü, amma bugün şükür Allaha sakitçilikdir. Təbii ki, ikinci işimdə interneti yandırmaq olur qızlar. Mütləq şəkildə interneti yandırıram. Bu arada qızlar, mən uzun müddət idi ki, vlog paylaşmırdım. Paylaşmadığım müddətdə burada biraz belə dəyişikliklər eləmişəm. Bilirsiniz ki, işdə də nələr eləyəndə mən çəkib paylaşırdım. Bizim belə dillər üzrə rəflərimiz var. Bizim kafedramızda 3 dil tədris olunur. Alman, fransız və ingilis dili. Bayraqlardan da yəqin ki aydındır. Eyfel qülləsindən də yəqin ki aydındır. Bu aralar kitabxanamızda kitablar tələbələrə paylanılırdı, tələbələrə, müəllimlərə. Biz də belə dillər üzrə kitablar götürdük, buraları doldurduq. Yaxşı ki doldurduq, çünki çox boş qalmışdı. Buranı da yəni mən düzəltmişəm. Düşünürəm ki, qəşəng görsənir. Öz kompüterimi də yandırım. Baxıram deyəsən hələ xadimə gəlib otağı yığışdırmayıbdı. Kompüteri yandırım. Bir-iki işlərim var, onları görəcəm. Pəncərələrin hər ikisini açdım, ona görə gedirəm işığı söndürməyə. İşığı çox da yandırmamağa meyil eləyirik. Qızlar, bu işıq, ağ işıqlar mənim gözümü yorur. Gələndə də biraz marketə girdim, bəzi yeyəcəklər falan aldım. Çünki bufetimiz işləməyəcək bu 2 günü. Biraz yerləşim, çay falan qoyum, yenidən çəkiliş eləyim. Çayımı da dəmliyim qızlar, qaynatdım. Çay da dəmliyim. Biraz söhbət eləyərik sizlə qızlar. Söhbətim də nədən ibarət olacaq? Uzun müddət idi ki, vlog paylaşmırdım. İnanın ki, bundan öncəki vlogu təsadüf nəticəsində paylaşmışam. Bilmirəm, yəni videoda diqqət elədinizsə. Əslində, yəni çoxdandan çəkilmiş videodur. Çox da su tökməyəcəm. Mən elə də çayı çox dəmli içmirəm. Elə bu olsa bəsdir. Qoyum dəməlsin. Biraz keçsin, çay içərəm. Hə qızlar, onu deyirdim. Hə qızlar, onu danışacaqdım sizlə. Uzun müddət idi ki, vlog paylaşa bilmirdim, dediyim kimi. Bundan öncəki vlogu da demək olar ki, tam təsadüf nəticəsində paylaşmışam. Uzun müddət idi telefonumdan nəsə ulduzlarımız barışmırdı, problem yaşayırdıq. Nə videolar çəkə bilirdim, nə editləyə bilirdim, heç bir şey eləyə bilmirdim. InShot proqramı sanki işləmirdi. Əslində balaca 1 dəqiqəlik, 2 dəqiqəlik videolar düzəlirdi, hətta maksimum 10-11 dəqiqəlik videolar düzəlirdi. Amma nəsə ki, yəni böyük çəkilişlər eləyə bilmirdim. Ümumiyyətlə, yəni biraz belə uzun dəqiqəli videolar çəkəndə onu belə telefonum götürmürdü. Biraz telefonu boşaltdım, nə bilim, çox yəni ki, belə əlləşdim, vuruşdum, amma nəysə düzəlmədi. Axırı bundan öncəki günü ChatGPT ilə məsləhətləşdim. Yəni o mənə məsləhət gördü ki, InShot'un belə deyək, beyni dolub artıq, yəni yaddaş tutumu yoxdur. Ona görə bu problemləri yaşayırmışam. Və necə təmizləmək lazımdır onu öyrətdi. Yəni təbii ki, düzəltdiyim vloqları oradan silirəm, saxlamıram. Mən elə bilirdim ki, sildikcə yəni bir problem olmur, amma proqramların da yaddaşı dolurmuş və onu təmizləməyi öyrənmişəm. Axırı ki, bundan öncə 20 dəqiqəlik bir vloqu mən telefonumda yaddaşda saxlaya bildim. Yəni düzəldirdim, video düzəldə bilirdim, amma yaddaşda saxlaya bilmirdim. Eləcə bildiriş verirdi ki, yaddaş yeri tutulubdu, yoxdur. Nəysə ki, problem artıq aradan götürülüb. Bir ara ümumiyyətlə çox əsəbləşmişdim. Dedim bütün vloqları siləcəm, heç nə saxlamayacağam. Yəni ki, kanalı ümumiyyətlə bağlayacağam. Çünki telefonu da əslində dəyişmək o qədər də fikrim yoxdur. Düzdür, bəzi problemləri var, amma hələ ki məni idarə edir, hələ ki məni götürür. Telefonu da dəyişmək fikrim yoxdur. Bəlkə gələnə falan dəyişərəm. Nəysə qızlar, bu səbəbdən idi ki, mən uzun müddət idi vlog paylaşmırdım, amma inşallah ki, bundan sonra çalışacağam ki, bir gündən, 2 gündən bir daha olsa mən sizinlə vlog paylaşım. Deməli qızlar, işdə təkəm. Bilmirəm harda oturum. Öz yerim buradır. Bu şkaf, yəni üstündə gördüyünüz hər şey mənə məxsusdur, amma mən burada oturmağı sevirəm. Burada yəni qonaqlar falan gələndə oturur. Sadəcə olaraq kreslodur deyə biraz mənə xoşdur. İndi gah keçdim bu tərəfdə oturdum, gah yerimdə oturdum, gah burada oturdum. Hələ ki işləri başlamaq istəmirəm. Əslində işləri başlamaq istəmirəm deyəndə də ki, demək olar ki, qızlar, bütün işlərimi görmüşəm. Yəni il sonu görüləcək nə işimiz varsa, hamısını etmişəm. Hesabatlardır, nə bilim, fərdi planlardır. Bunların hamısını artıq eləyib bitirmişəm. Görəcək bir iş qalmayıb. Ona görə keçən səfər yəni qərar belə çıxanda ki, növbələşmiş formada gələcəyik. Düşündüm ki, kaş işlərimi görməzdim. Tək olan vaxtı elə oturub, yəni normal işlərimi görərdim. Ona görə görəcək elə də bir ciddi işim yoxdur. Sadəcə olaraq kompüter biraz gec açılır, açılsın, e-maili falan yoxlayacağam. Bu arada qızlar, mən Dan Brown'un Sirlərin Sirri əsərini oxumağa başlamışam. Dan Brown mənim ən çox sevdiyim yazıçıdır, müasir yazıçılardandır. Yəni
thriller belə deyək, detektiv formasında yazır. Janrında yazır belə deyim. Bir də o qədər öyrədici kitablar yazır ki, indiyənə qədər 7 əsəri çıxıb, bu 8-ci əsərdir. Hər birini oxumuşam qızlar. 4 əsərinə film çəkilibdi. Onları da izləmişəm. Təbii ki, filmlə kitab arasında dağlar qədər fərq var, amma mən ilk öncə kitablarını oxuyub daha sonra filmini izləmişəm. Ümumiyyətlə istəyirəm ki, Dan Brown'un əsərləri haqqında bir dəfə sizə vloq çəkim. Yəni ən çox sevdiyim yazıçıdır. Yəni hardasa 3-4 il bundan öncə sonuncu əsərini çıxartmışdı və düşünürdüm ki, növbəti əsər görən nə vaxt gələcək. Daimi yəni onu izləyirəm, belə deyim. Yəni əsəri çıxmışdı, birinci ingiliscə çıxdı, daha sonra türkcə çıxdı. Mən də açığı digər kitabları Azərbaycan dilində olduğu üçün türkcə alıb oxumaq istəmədim. Həm də ki, axırıncı səfər yəni türkcə kitab oxuyanda mən biraz çox əziyyət çəkdim qızlar, mənə çətin oldu oxumaq. Düşündüm ki, həm seriyanı pozmayım, kitabxanamda hamısı Azərbaycanca olsun, həm də ki, yəni oxuduğumda anlayım, belə deyək. Gözlədim ki, kitab Azərbaycan dilinə tərcümə olunsun, çap olunsun, daha sonra alım kitabı. Deməli, qiymətindən başlayım qızlar. Qiyməti 29 manat 95 qəpikdir, yəni 30 manat. Bu arada kitabı yazıcı ilə bir yerdə oxuyuram. Bu da yazıcının Əlfəcinidir. Bunu Bookshopdan almışdım. Ümumilikdə 766 səhifədən ibarətdir. 138 fəsildir. Mən hal-hazırda 60-cı fəsli başlayacağam. Demək olar ki, kitabı yarılamışam. Çox həyəcan verici kitabdır. Yəni belə deyim də, şiddətlə tövsiyə edirəm oxunmağını. Ümumiyyətlə Dan Brown'un bütün əsərlərini oxumağınızı çox belə tövsiyə edirəm sizə. Oxuyarkən də mütləq şəkildə bir əlinizdə telefon olsun. Çünki burada o qədər yəni yer adları var, daha sonra nə bilim elmə aid bəzi adlar var ki, yəni mümkünatı yoxdur da, gələk onlara baxasız. Baxmayanda adam elə bir sanki başa düşmür. Hətta burada kitabın ilk səhifəsində qeydlər var ki, bu romanda təsvir olunan incəsənət əsərləri, artefaktlar, simvollar və sənədlər realdır. Daha sonra məsəl üçün bəhs olunan bütün təcrübələr, texnologiyalar və elmi nəticələr reallığa uyğundur. Bu romanda adı çəkilən bütün təşkilatlar mövcuddur. Ümumiyyətlə Dan Brown haqqında danışmağa qalsa, Dan Brown bir müddət qadağa qoyulmuş bir yazıçılardan olub. Çox da geniş danışmaq istəmirəm. İnşallah ki, ayrıca vlog halında çəkəndə paylaşaram sizinlə. Çünki o qədər sirli məqamlara toxunur, o qədər belə dünyəvi məsələlərə toxunur ki, yəni biraz belə deyim, bəzi ölkələri bu narahat eləyir və onun bir çox ölkələrdə əsərlərinə qadağalar qoyulubdu. İndi bilmirəm hələ o qadağalar davam edir yoxsa yox. Şükür Allaha ki, bizdə yəni belə qadağa yoxdur, rahatlıqla alıb oxuya bilirik. İndi inşallah rəfimi tam düzəldəndə düşünürəm ki, bu yazıçının əsərlərinə xüsusi bir yer ayıracağam mən. Biraz kitab oxuyum, daha sonra keçərəm işlərimə. Görək bugün saat 6-ın yarısına qədər işdə olmalıyam. Mənim iş vaxtım 9-da başlayır, 6-ın yarısı bitir qızlar. Amma 9-un yarısından buradayam. Hal-hazırda 9-a 5 dəqiqə qalıbdı. Bu arada bizim işə giriş sistemimiz də dəyişib. Artıq kartla girmirik. Yadınızdadırsa, bundan öncəki vloqlarda həmişə kartla girişi paylaşırdım. İndi sima oxuma ilə içəri keçirik. Yəni artıq karta ehtiyac qalmayıb da, simamızı oxutmuşuq, kamerada göstəririk və turniket özü avtomatik açılır və biz içəri giriş edirik. Çıxış da həmçinin eyni qayda ilə olur qızlar. Əslində belə daha yaxşıdır. Bəzən olur ki, kart yaddan çıxırdı, nə bilim, çantalarımızı dəyişəndə, kaşoklarımızı dəyişəndə orada burada qalırdı. Yəni insanlıqda unudurduq da. Amma bu sistem mənim çox xoşuma gəlir. Bu sistem mənim üçün çox rahatdır. Simadır da, hara getsən üstündədir. Bəzən olub ki, məsəl üçün çıxmışam işdən, Astanovkaya getmişəm, artıq avtobusda gəlib minməyə hazırlaşanda yadıma düşüb ki, mən kartı vurmamışam. Təzədən bir də qayıtmışam, kartı vurmuşam və yəni yenidən qayıtmışam gəldiyim yolu. Yəni kartdansa bu sistem daha yaxşıdır. Mən də çalışıram giriş-çıxış vaxtlarıma diqqət edeyim ki, iş saatlarım uyğun gəlsin. Nəysə qızlar, biraz mən kitabımı oxuyum, daha sonra yenə də vloqu davam elətdirəcəm. Bu aralar bu peçeniyə dadanmışam qızlar, xoşuma gəlir, dadlı olur, malinalıdır. Mən ümumiyyətlə gilə meyvəli şirniyyatları sevirəm, tortda olsun, yəni fərqi yoxdur, sevirəm. Peçeniyə falan bundan alıb gətirmişdim, indi çayla biraz içəcəm. İçə-içə ilə e-maillarımızı yoxluyum, görüm nəsə var, yoxsa yox. Yəni bizim işimiz bundan ibarətdir də qızlar, konkret olaraq bizim işimiz bundan ibarətdir. Yəni ki,
həm tədrisə kömək eləyirik, laborant olaraq müəllimlərimizə, yəni tədris prosesinə kömək eləyirik, həm də ki, ümumi sənəd-sünnət işləri görürük. Düzdür, indi bilirsiniz ki, tədris onlayn qaydaya keçibdir. Bir həftəlik o cür olacaq. Mənim özümün də bu gün dərsim var, günorta saatlarında, yəni universitetdən qoşulacağam dərsə. Qızlar, çəkiliş aparırdım, gələn oldu, məcbur oldum, yarımçıq saxladım. Deməli onu deyirdim qızlar, yəni bizim işimiz bundan ibarətdir. Tədrisə kömək eləyirik müəllimlərə və sənəd-sünnət işlərinə baxırıq, lazımlı sənədləri müəllimlərlə tanış eləyirik. Yəni ki, bu işlər hamısı bizə baxır. Məsəl üçün müəllim ola bilər, gecikə bilər biraz və ya da nəsə olar dərsə gəlməz. Bununla bağlı təqdimatı olur, onları yazırıq. Yəni ki, bizim işimiz sənəd-sünnət işidir. Təbii ki, kafedradakı bütün papkalar falan, onlar hamısı bizə baxır. Yəni ümumi işlərimizi görürük. İlin sonu, bir də ilin əvvəli işlərimiz çox olur qızlar. İlin sonu və ilin əvvəli. Ona görə də ilin sonu hətta deyərdim ki, ilin əvvəlindən daha çox işimiz olur da. Elə ona görə idi ki, il sonu işlərimizi mən hamısını birdən eləyib bitirdim ki, yəni çox da işim qalmasın yaya. Mən ümumiyyətlə yayı sevmirəm, yayda işləyə bilmirəm. İstəyir ev olsun, istəyir çöl işi olsun, fərq eləməz qızlar. Yəni biraz belə əlim elə bil heç cürə işə yatmır da, işə yatqın olmur. Ona görə də belə. Qızlar, mən biraz da işdən gücdən gördüm. Sənədlər istəmişlər, onları rahatladım, verdim. Bəzi məlumatlar gəlmişdi, onları müəllimlərimizə ötürdüm və artıq saat 1-ə işləyir. Mən acmışam, günorta yemək yemək istəyirəm. Bəlkə də kimlərəsə görə bu tez bir vaxt olar. Yəni ki, normalda evdə olanda açığı deyim, günorta yeməyini saat 3-ə işləmiş, 3-ün yarısı bu radələrdə yeyirəm. Amma işə olanda nə yalan deyim qızlar, tez açıram. Bilmirəm niyə. Niyəsi deyəndə də ki, düşünürəm ki, səhər çox tez dururam. Saat 6-nın yarısı, ən gecə yəni 6-nın yarısı durmuş oluram. Bəzən ondan da tez dururam. Yəni ki, 7-20 dəqiqə işləmişə qədər artıq yeməğimi yeyib bitirmiş oluram. Mən adətən çalışıram ki, uşaqlardan qabaq yeyim. Özüm hazırlaşıram, rahatlanıram. Daha sonra isə onları durğuzuram, ev əhlini durğuzuram. Yəni ki, səhər yeməyimi o qədər tez yeyirəm ki, günorta bəzən yəni 11-də belə artıq mənim bədənim yemək tələb eləyir. Yəni bildiyiniz əməlli başlı günorta yeməyi tələb eləyir. Yəni atışdırmalı, keçişdirici bir şeylər istəmirəm də. Yəni konkret olaraq yemək yemək istəyirəm. Dünən də evdə küftə bişirmişdik, soluydu deyə bu gün işə gətirə bilmədim. Ona görə gəlməmişdən qabaq Araz marketə dönmüşdüm. Araz marketdə gündəlik belə bişirirlər səhər olanda. İsti-isti oradan çudu aldım, sonra belə sok aldım. Bu sokları mən çox sevirəm. Qiyməti düzdür, çox ucuzdur. Adam fikirləşir ki, ucuzluğuna görə bəlkə də yəni keyfiyyəti yaxşı deyil, amma vallahi dadı yaxşıdır. Açığı deyim qızlar, mən koronadan sonra bir şey başa düşdüm ki, yəni insanın ölümü nədənsə ondan da öləcək. Yəni ki, heç bir şey onun qarşısına ala bilməz. Yəni mən ola bilər düzgün qidalanım, hər şey qaydasında, hər şey super, amma yəni çıxıb yolu keçəndə belə maşın qəzası nəticəsində mən həyatımı itirə bilərəm. Yəni bu bütün insanlara keçərli bir şeydir. Yəni sırf yox diqqət eləyim, onu yeməyim ziyanlıdır, bunu yeməyim ziyanlıdır, artıq etmirəm. Yəni ki, belə şeylərə artıq fikir vermirəm. Təbii ki, yəni qabağıma nə gəldi yemirəm o öz yerində. Yəni mümkün olduğu qədər çəkimə diqqət eləyirəm. O başqa bir məsələ. Amma ki, yəni artıq özümü çox da belə nətər deyim, belə sıxmıram da, yemək mənasında sıxmıram. Düşünürəm ki, yəni dünyaya gəlmişiksə hər şeydən dadmalıyıq. İndi söhbət bu stokdan gəldi. Yəni stok çox belə deyim ucuzdur. Amma ki, dadı vallahi yaxşıdır, çox yaxşıdır. Yəni alıb içmək olar. Burada da belə not yazıb qoymuşam, gəlirəm deyə. Tələsik yazmışam, xəttim yaxşı çıxmır qızlar. Normalda xəttim qəşəngdir. Oxunaqlı xəttim var. Məcbur olub otaqdan çıxanda qapıya vurub gedirəm. Bayaq məsəl üçün dekanlığa getmişdim. Qapıya vurub getdim ki, gələn olsa düşünməsinlər ki, işdə deyiləm, işdəyəm. Qızlar, biz ümumiyyətlə 8 saat yarım işləyirik, amma o belə deyim, 8 saat yarımın 8 saatı iş saatımız hesab olunur. Yarım saat isə bizim istirahət vaxtımızdır da, yəni ki, abid vaxtımızdır belə deyim. İndi düşünürəm ki, hava yaxşıdır, düzdür, belə külək əsir. Pəncərəni bağlamışam, soyuqdur, istidir, onu bilmirəm. Amma günəşlidir, külək də əsir. Əynimi geyinib düşəcəm aşağı bir 15-20 dəqiqə həyətdə istəyirəm ki, kitab oxuyum. Daha sonra qalxaram. Yeməmi yedim qızlar. İndi pəncərəni açım. Bir ümumi baxım görüm. Çöldə hava çox qəşəngdir. Heç geyinməyə ehtiyac yoxdur. Açım həm biraz yeməyin iyisi çəkilsin. Düzdür, elə də çox iyisi yox idi. Amma hər nəysə. Kitabımı da götürüm, açarı da götürüm. Çıxım, qapını da bağlayım, düşüm aşağı. Əsas da bu bildirişdir. Bildirişi də götürüm. Qapının üstünə yapışdırıb gedim. Açarın burloku yoxdur. Əslində burlokla istifadə edirəm. Qızlar, prosto indi kaşlokum çox belə balacadır da, ona görə onun bir gözünü atıram. Belə burloksuz istifadə edirəm. Qəpiklərin yanına atmışam. Aşağı getdim, gəldim qızlar. Biraz istirahət elədim, özümə istirahət verdim, dincəldim. Gəldim, bəzi sənədlər gəlmişdi, onları çıxartdım, onları indi yerləşdirəcəm. Bizim müəllimlərin hər birinin portfolyoları olur, yəni xüsusi belə qovluqları olur. Məsəl üçün mənim özümündə var. Yəni bura müəllimlərimiz onlara nə aiddirsə, hər birini il ərzində gətirib yığırlar, qoyurlar. Müəllimimiz haqqında əmr gəlmişdi, onu da yerləşdirdim. İndi qoyacam rəfə.
və çay da yandırım, isinsin. Bir stəkan çay içim. Hələ saat neçədir? Hələ 2 saat 4-də işləyir. Mən 6-ın yarısı çıxmalıyam. Hələ 2 saat yarımdan çox vaxtım var. Qızlar, ilin ən çox sevdiyim vaxtı bu vaxtlarda, semestrin sonlarıdır. Niyə? Bu elanlar lövhəmiz ki var, kafedra daxilində. Biz bura yəni lazımi məlumatları falan yapışdırırıq. Müddəti keçmiş məlumatları buradan nəsə çıxardıb atmaq mənə xüsusi bir zövq verir. Hətta bir dəfə vloqlarımın birində də demişdim sizə ki, mən ümumiyyətlə evdə istifadə olunub bitən şeylərin qablarını atanda, məsəl üçün şampun olsun, bədən geli olsun, elə bir sevinirəm. İşdə də belə şeylərə sevinirəm. Daha sonra burada müəlliməyə məsləhət saatları falan var. Düzdür, bu cədvəli hələ saxlamaq istəyirəm. Bilmirəm, indi onu çıxarda biləcəm, digərini yoxsa yox. Cədvəli saxlamaq istəyirəm, hə. Saxlamaq olacaq. Amma bunları artıq çıxardıram, çünki lazım deyil. Bu lövhəni boşaldım. Əslində lövhənin boş qalan vaxtı olmur, qızlar. Mütləq şəkildə yəni nələrsə olur ki, biz buranı doldururuq. Sonra burada tədbirlərimiz falan olardı, onların afişalarını vururuq. Nə bilim, imtahan vaxtıdırsa çöldə də lövhəmiz var, o lövhəni də imtahan punktları ilə doldururuq. Belə bunları da çıxartdım. Bir dənə qaldı cədvəl. Cədvəli də yəqin ki, gələn həftə artıq çıxardacağıq. Qızlar, artıq iş vaxtının sonuna gəldim, çıxdım. Şükür Allaha bugün yola verdik. Artıq yığışıram, yavaş-yavaş gedim evə. Kompüteri falan söndürüm. Stolumun üstünü biraz dağıtmışam. Onu yığışdırım və yığışım gedim evə. Saat artıq 6-ya işləyir. Bugün demək olar ki, belə düşündüm ki, dəqiqələri sayacağam. Yəni vaxt yetməyəcək. Dediyim kimi, yəni işlərimiz, yəni hamısını görmüşəm deyə fikirləşdim ki, bugünə iş olmayacaq, amma kifayət qədər iş oldu. Bəzi qalan işlərim var idi. Yəni boş vaxtım oldu. Onları rahatladım, qurtardım və onu da deyim ki, yəni digər sənət falan işləri də gəldi. Onları da hamısını hazırladım. Kompüteri söndürdüm, bir dəfə çıxardım. Əşyalarımı mümkün olduğu qədər qızlar çöldə saxlamamağa çalışıram. Hansısa yeməkdir, fincanımdır. Bu arada qızlar, bu fincan 2013-cü ildən etibarən mənlə bir yerdədir. Deməli, bu mənim belə deyim də sadiq iş yoldaşımdır. İçində də belə bir gül var, burada da belə bir gül var. Əslində belə çox yəni köhnə görsənir. Yəni indiki fincanlara oxşamır da, etiraf edeyim, indikilər kimi. O qədər də qəşəng deyil, gözəl deyil, amma bu mənim üçün çox dəyərli bir fincandır. Niyə? Çünki mən 2013-cü ildən artıq burada çalışıram, burada işləyirəm. Əmrim çıxdı. Yadımdadır ki, magistraturanın 2-ci kursunda oxuyurdum. Əmrim çıxdı. Kafedra müdiri mənə xəbər elədi, təbrik elədi ki, yəni ki, əmrin verilib də Aysel, yəni növbəti gündən inşallah gələrsən kafedraya. Ondan öncə də kafedrada tanış olduğum bir qız mənə demişdi ki, yəni ümumi belə işi başa salanda çay falan da gördüm ki, kafedrada hazırlanır və dedi ki, özündən mütləq fincan gətir. Yəni xəbəri alandan sonra yolda mən xəbər almışdım. Xəbəri alandan sonra yadımdadır, indiyənə qədər yadımdadır ki, Qaraqaray metrosunun içində bir mağaza var idi. Onda metroların içində ticarətə icazə var idi. Metrodan yəni aldım bu fincanı. Qiyməti falan yadımda deyil. Yəni görün neçə ildir artıq, 13-cü il, bu da 26-cı il. 13 ildir ki, bu fincan məndədir, saxlalamaq durur. Hətta bir ara mən bunu itirdiyimi zənn etdim. O da belə oldu ki, 2019-cu ildə Mehrinə artıq analıq məzuniyyətinə çıxırdım. Mən məzuniyyətə çıxan vaxtı kafedramızın otağı elə bir ki, dəyişildi də. 2-ci mərtəbədən 5-ci mərtəbəyə qalxmışdıq. Yoxsa, yox, səhv dedim. 5-ci mərtəbədən 2-ci mərtəbəyə düşmüşdük. Həmin vaxtı kafedrada yığış eləyəndə mənim də əşyalarımı yığmışdılar. Və bu stəkan yoxa çıxmışdı, fincan yoxa çıxmışdı qızlar. Sonra fincan tapıldı. Çox belə nətər deyim, təsadüf nəticəsində tapıldı. Hətta sizə deyim ki, mən o fincan tapılana qədər 2 dənə fincan gətirdim bura, amma ondan hər ikisi qırıldı. Biri çapdadır, yəni artıq elə vəziyyətdə idi ki, içmək olmazdı. Biri ilmə, amma yəni konkret olaraq qırıldı. Qırıldı, növbəti gətirdiyimdə çatladı. Belə deyim, təsadüf nəticəsində də heç gözləmədiyim vaxtda dolabların birindən mən fincanımı tapdım. Hətta iş yoldaşım tapdı, mənim muştuluq vardı ki, Aysel, fincanımı tapmışam. Çünki çox qəribə bir formada mən bu fincanı nətər deyim, sanki bağlıyam da qızlar, yəni İlk işə başlayanda aldığımdır, ona görədir, nəyə görədir bilmirəm, amma nəysə ki, fincanın da hekayəsi belədir. İşıqları söndürdüm, pərdələri saldım, toka taxılanların hamısını çıxartdım. Bir dənə burada çaydanımızı da çıxardım. Yəni heç bir şeyi taxıl qoymuruq qəti şəkildə, yəni iraq olsun qısa qapanma verə bilər, yəni təhlükəlidir. Bunu da çıxartdım, kompüterimi də çıxartmışam. Çıxardandan sonra qızlar təkrar dönüb baxıram, bilmirəm siz də eləsiz yoxsa yox. Hətta evdə ütü ilə işləyirəm, ütü ilə paltar ütülüyürəm. Bilirəm ha, çıxartmışam, amma təkrar dönüb baxıram. Hələ ələxüsus evdən çıxacağamsa ümumiyyətlə, yəni buradakı məsuliyyətimiz daxilindədir də, yəni məsuliyyətli adam bizik. Ona görə də hər şeyi yoxladım. Bir dənə qaldı internet. Onu da çıxardıb hazırlaşıb gedəcəklər. Son olaraq interneti də çıxardım. Qapını da bağlayım, çıxım gedim.
Günü belə yekunlaşdırdıq. İndi çıxaq görək yollar nə vəziyyətdədir. Yolların vəziyyəti mənə çox maraqlıdır. Bilirsiniz ki, şəhərdə yəni böyük bir tədbir keçir. Gedim görüm saat neçəyə evə gedirəm. Notu da bura astım. Sabahdan yəqin ki lazım olacaq. Son olaraq hər şeyə də baxım. Bəli, hər şey qaydasındadır. Bir gündə belə bitdi. Hava günorta işıqlı idi. Daha doğrusu işıqlı yox, günəşli idi. Amma indi baxıram ki, günəş yoxdur. Tutulub hava. Yəqin ki, mən gedib Koroğluya çatana qədər hava soyuyacaqdı. Nəysə, üst geyimi də götürmüşəm. Bir müddət idi götürmürdüm qızlar. Elə birbaşa yəni qol açıq paltarla gəlirdim. Nazik paltara keçmişdim. Amma bugün biraz qalın geymişəm. Düzdür, yenə də qol açıq geymişəm. Amma üstündən götürmüşəm də jaket götürmüşəm. Bu arada qızlar, bu da bizim yeni keçidimizdir. Bu Face ID oxunan yerdir. Artıq yəni kart vurmuruq. Düzdür, bunu deyəsən kart vurma sistemi də var, amma kart yox, biz yalnız Sima ilə işləyirik. Simamızı göstərəndən sonra belə artıq universitetdən çıxış edə bilirik. Çıxdım, çıxan kimi burada bir yaşıl avtobus gördüm. Elə bildim 13 nömrəlini dəyişiblər. Yox, dəyişməyiblər. Bu tədbirə gedən avtobusdur. Yəqin ki 13 hələ ki qırmızılardandır. Gedək görək normal qaydada nəqliyyatdan istifadə edə biləcəyik. Nəysə qızlar, bugünü dediyim kimi bütövlükdə sizə vlog halında vlogladım. Burada artıq saxlayıram, sizinlə sağollaşıram. Növbəti vloglarda inşallah görüşərik.